Gəlin açıqlamasını burada tam yazım. Cost of goods sold. Cost of sales ilə cost of goods sold ayrı şeylərdir. Gəlin burada həmin o bərabərlik ilə bağlı bir qanun uyğunluğu öyrənək. Burada ekranı görürük. Belə bir nümunəyə baxaq. Yəqin hamımız qəbul eləyərik ki, bu dövrün closingi gələn ilin openingidir. Yəni, bu il bağlanış gələn il açılış balansıdır. Və yaxud da. Elə bilin ki, mağazam var. Mağazada su satıram. Axşam mağazada 10 dənə su qoyub qapını bağlayıram. Sabah gələndə neçə dənə su görməliyəm? 10 dənə. Əgər başqa heç nə baş verməyibsə. Deməli, dünənin bağlanışı bugünün açılışıdır. Cibimə 10 manat pul qoyub yatdım. Səhər duranda cibimdə nə qədər pul olmalıdır? 10 manat. Eyni məntiqdir. Yəni, bu dövrün closingi gələn dövrün openingidir. İndi biz də bu məntiqdən istifadə edərək bir formula öyrənəcəyik. Deyəcəyik ki, baxıramın, opening inventar, üstəgəl purchase çıxılsın closing. Ən sadə versiyasıdır. Yəni, sizdən soruşsam, cost of goods sold'un düsturu nədir? Zəhmət olmasa bu formulanı deyirsiniz mənə. Opening inventar, üstəgəl purchase, üstəgəl return out, üstəgəl, daha doğrusu çıxılsın closing, üstəgəlinsin carrying. Gəlin üstəgəlmələrlə çıxmaları ardıcıl yazım ki, biraz ahəng olsun dediklərimizdə. Deməli, opening inventory plus purchase plus carriage inward minus return out minus closing bərabərdir cost of goods sold. Yoldaşlar, bu formulanı möhkəm-möhkəm öyrənirsiniz. Yenə təkrarlayıram. Əvvəlki dərslərdəsinizsə, boşluqlarınız varsa, eybi yox, hələ ki o dərsləri saxlayırsınız, birbaşa bu paragrafa başlayırsınız. Birbaşa. Xahiş edirəm, öz planınızdan getməyin. Və formulanı deyəndə opening üstəgəl purchase cavabı qəbul edilmir. Deməlisiniz ki, opening inventar. İnventar sözünü mən orada bilim. Təkcə opening, closing ifadələri qəbul edilmir. Niyəsini testlərdə görəcəyik. İndi belə bir ardıcılığa baxaq. Hələ ki, birinci ilə fokuslanın. Mən birinci ildə openingi 247 əvəzinə, fikriniz bax bu 107-də olsun. 247 əvəzinə 257 yazıram. Cost of goods oldu mu artdı, razısınız? Baxın, bu 117 artdı. Əvvəl 107 idi, oldu 117. Deməli, cost of goods sold openinglə düz mütənasibdir. Razıdır hamı? Riyazi olaraq gördük. Eləcə də purchase 110 əvəzinə 210 yazsam, siz gözünüz bu 117-də olsun. 110 əvəzinə 210 yazıram. Baxın, bu da 100 qədər artdı, oldu 217. Deməli, bununla da düz mütənasibdir. İndi 250-yə baxaq. 250 və koksa baxaq. 250 əvəzinə 200 yazıram. Görürsünüz, koks artdı. 117-dən 167-yə artdı. Deməli, tərs mütənasibdir. Səbəb. Axı, formulada çıxılır. Opening inventory plus purchase minus closingdir. Closing az olduqca cost of goods oldu çoxaldır. Bunu riyazi olaraq gördük. Burada kiminsə sualı qaldı? Nədən danışdığımıza dair? Yox. Bəs yaxşı. Gross profit'i tapmaq istəyəndə. Gross profit nədir? Ana dilimizdə buna deyirik məcmu mənfəət. Revenue çıxılsın cost of goods sold. Yəni, maya dəyəri, daha doğrusu satış çıxılsın satılmış malların maya dəyəri. 300 çıxılsın 167. Bərabərdir gross profit. Yəni, gross profit nədir sualına cavab?
Məcbur mənfəət hesablaması necədir? Revenue çıxılsın cost of goods sold. Bunu bilirik. Belə bir bərabərlik öyrənsəm. Revenue çıxılsın maya dəyəri. Bərabərdir qazanca. Onda mənim maya dəyərim çoxalsa, satışım dəyişməsə, qazancım azalarmı? Cavab gəlir, bəli, azalar. Bir daha deyirik. Maya dəyərim çoxalsa, satışım dəyişməsə, qazancım azalarmı? Cavab, bəli. Bəs yaxşı, mənim openingim 257-dir, səhv eləyirəm, bilməyərəkdən o 257-ni 357 yazıram. Deməli, başlanğıc inventarı səhv göstərdiyim üçün cost of goods sold'umda səhv göstəriləcək. Cost of goods sold səhv olduğu üçün profitim də səhv olacaq. Gəlin yoxlayaq. 257-ni 357 eləyirəm. Profitə baxın. 133-dən sadəcə 33-ə düşdü. Deməli, buradan çıxardığımız nəticə nədir? Dəftərə yazaraq bunu. Opening və purchase. Opening inventar və purchase. Cost of goods sold'dan düz. Gross profit və net profitlə tərs mütənasibdir. Opening inventory və purchase. Cost of goods sold'dan düz. Gross profit və net profitlə tərs mütənasibdir. Aşağıdan bir dənə də qeyd yazaq. Closing inventory. Cost of goods sold'dan tərs. Gross profit və net profitlə düz mütənasibdir. Niyəsini öyrəndikdə yoldaşlar, hamı riyazi olaraq gördü. Hardan gəlir bu dediyimiz cümlələr? Sual olan var mı bu hissədə? Yox. Bəs yaxşı. Biz burada niyə bu sarıları burada highlight eləmişik? Məntiq nədir? Testlərdə bizə belə bir cümlə verəcək. Deyəcək ki, şirkətin mühasibi keçən il ambarı səhv sahib. Yəni, realda 150 olan rəqəmi səhvən 200 göstərir. Buna deyəcək testlərdə adına overstatement. Overstate. Overstate reallığı lazımından çox göstərmək. Over həddən artıq, çox. State vurğulamaq, göstərmək. Lazımından çox göstərmək tərcüməsi çıxacaq. Mənim keçən ilimin closingi, yəni bağlanış balansı çoxdursa, bu ilin açılış balansı da çoxdur. Bu ilin açılış balansı çoxdursa, maya dəyərim də çoxdur. Maya dəyərim çoxdursa, deməli profitim azdır. Testdə soruşacaq ki, keçən il elədiyim, bağlanış inventarda elədiyim səhv bu ilin profitinə necə təsir eləyər? Cavab, baxın, dediyimiz cümlələrdədir. Yenə təkrarlayıram yoldaşlar. Testlərdə bunu açıq-aşkar bizə göstərməsə də, %100 əmin ola bilərsiniz ki, soruşacaq. Bu formulanı çox möhkəm şəkildə öyrənək. Əzbərləyək o şərtlə ki, mənasını bilirik. Yəni, dediyimiz sözlərin mahiyyətini dərk eləyirik. Hardan yaranır? Əzbərləmək bizə vaxt qazandırır. Mənasını bilmədən əzbərləmək heç nə qazandırmır. Mənasını bildiyiniz, istədiyiniz şeyi əzbərləyə bilərsiniz. Əvvəldən bununla bağlı razılaşmışıq. Yəni, kimsə sizdən soruşsa ki, bax, Ramin, bu formulanı əzbərə dedin. Mən başa düşmədim, bunu mənə izah elə. Əgər izah eləyə biləcək qədər başa düşmüşüksə, nə istəyirsiniz əzbərləyin, orada problem yoxdur. 2 dənə termin öyrənəcəyik. Bizim üçün yeni termindir. Bunlarla da bağlı testlər kifayət qədər çoxdur. Markup və gross profit margin anlayışı. Ümumiyyətcə, testlərdə margin sözünü görsəz, bilin ki, söhbət satışın faizindən gedir. Margin sözü satışın faizi deməkdir bizim syllabusda.
Başqa sillabuslara cavabdeh deyilik. Nə deməkdir? Bu anlayışlar hər ikisi ratiolardır. Buna yazım ratio. Yəni əmsallardır. Bu ratiolar hər ikisi şirkətin gross profitini ifadə eləmək üçün istifadə olunan bir vasitədir. Bir daha deyirəm. Hər ikisi biznesin gross profitini istifadə eləmək üçün olan vasitədir. Yəni məcmu mənfəəti istifadə eləmək üçün vasitə. Məsələn, bu nümunədə mənim gross profitim 33 manatdır. Məndən soruşsalar, Ramin, bu 33-ü markup olaraq ifadə elə. Cavab, markup gross profitin maya dəyərindəki faizini göstərir. Bir daha deyirəm. Markup gross profitin, yəni 33-ün maya dəyərindəki faizi, yəni 267-dəki faizini göstərir. Gross profit margin. Baxın yoldaşlar, dedik ki, margin satışın faizi deməkdir. Düzdür? Əgər margin və gross profit yazıbsa, margindən əvvəlki söz bölünsün satış. Bütün testlər üçün keçərlidir. Məsələn, OPEX margin deyir. OPEX bölünsün satış, vurulsun 100%. Burada da gross profit margin dediyinə görə gross profit, yəni 33-ü satışa bölürəm. Başqa sözlə, markup gross profitin maya dəyərindəki faiz nisbətidir. Gross profit margin gross profitin satışdakı faiz nisbətidir. Və hər ikisinin məqsədi şirkətin gross profitini ifadə eləməkdir. Faizlə. Nümunəyə baxaq. Məsələn, bax bu nümunədə mənə deyir ki, markapı tap. Gəlin markapımızı tapaq. Dedik ki, markup gross profitin maya dəyərindəki faizidir. Bərabərdir. 33 bölünsün 267 vurulsun 100 faiz. Oldu 12 faiz. Gross profit marjinə baxaq. Dedik ki, gross profit qazancımızın, gross profitin satışdakı faizidir. 33 bölünsün 300 vurulsun 100 faiz. 11 faiz. Eləcə də gəlin burada da hesablayaq. Markup'ı hesablayırıq. Markup qazancımızın maya dəyərimizdəki faiz nisbəti 42%. Gross profit margin qazancımızın satışda, yəni 326-dakı faiz nisbətidir. 12, 42, 11, 30. Və bunu əmsal analizi dərsində, yəni 26-cı paraqrafımızda çox detallı şəkildə təkrar danışacağıq.